Qəbirdə insan başa düşür ki, mən indi bütün o rollar qalıb arxada, sən qalmısan ki, mən həqiqətim bu. Bir Allah əvvəl sual verəcək. Deyəcək, gördün bu təvəkkül mövzusudur bu. Gördün arxalandığın vasitələr necə getdi, qoydu səni getdi. Qəbirdə belə bir söhbət, diyaloq olacaq hamıya. Qışqırır, ay oğlum, ay atam, ay anam, ay filan kəs, hara görür, heç eşitmirlər. Həmişə mən dəfindən qaydanda deyirəm, bax indi onun səsi gəlir, biz eşitmirik. Hamı başına aşağı salıb gedir, o hamı arxalandıqları hər şey bunu tərk edib gedir. Bu məqamda ki, bu istirab içindədir, Allahdan nida gəlir ki, gördün nə oldu? Gördün necə səni qoyub getdilər, arxalandığın hər kəs. Bir qaldın bir sən və bir mən. Ondan sonra deyirəm, qorxma, İzzət Cəlalıma and olsun, sənə elə nəvaziş eləyəcəm ki, bütün məxluqatı təəccüb edir.